Balakən rayonunda təhsil işçiləri arasında narazılıqlar son dövrlər daha da artıb. Azərbaycan təhsil işçiləri, Azərbaycan Həmkarlar İttifaqının Balakən rayon komitəsinin fəaliyyəti ilə bağlı səslənən fikirlər artıq təklik şikayət səviyyəsini keçərək geniş müzakirə mövzusuna çevrilib. Müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri komitənin işinin yetərincə effektli olmadığını, idarə etmədə ciddi boşluqları mövcud olduğunu bildirirlər. İddialara görə komitə sədri Ramazan Molulov vəzifəyə başladığı gündən bu günə qədər təhsil müəssisələri ilə real əlaqə qurmayıb, məktəblərin mövcud problemlərini yerində qiymətləndirməyib və əməkdaşlarla praktik ünsiyyət saxlamayıb. Bu isə həm müəllimlərin hüquqlarının müdafiəsində, həm də ümumi təşkilati fəaliyyətin təşkilində böyük boşluqlar yaratdığı deyilən narazılıqları daha da artırıb. Bəzi təhsil işçilərinin fikrincə, məktəblərə ayrılan resursların istifadəsi, bölgüsü və nəzarəti ilə bağlı suallar cavabsız qalır. İnsanlar haqlı olaraq şəffaflığın təmin edilməsinin, hesabatlılığın yox səviyyəsində olmasını tənqid edir və dövlətin ayırdığı vəsaitlərin hara necə yönəldiyinə dair açıq informasiya tələb edir. Təhsil sistemi təsadüfi idarə etmə yeri deyil. Burada məsuliyyət, peşəkarlıq, daim məktəblərlə təmas və şəffaf fəaliyyət əsas şərtlərdir. Əgər Həmkarlar İttifaqı bu prinsipləri yerinə yetirmirsə, bu birbaşa təhsil işçilərinin sosial müdafiəsinə, iş şəraitinə və ümumilikdə təhsilin keyfiyyətinə zərbə vurur. Belə nəticəyə gəlmək olur ki, adı çəkilən bu şəxs, yəni Ramazan Molulov öz vəzifəsindən sui-istifadə edir, vəzifəsini doğrulda bilmir. Bu şəxs dövlətin məktəblərə ayırdığı hər bir yardımı öz hesabına keçirir. Bugün Balakən ictimaiyyəti bu problemlərin aradan qalxmasını xahiş edirlər. Məsələ ilə bağlı üzümüzü tuturuq bütün aidiyyəti qurumlara və güc strukturlarına. Ramazan Molulovun vəzifəsindən istifadəsi ciddi sürətdə araşdırılmalı, barəsində lazımi tədbirlər görülməlidir. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.